Ötən gün Təbrizdə atəş açan silahlı şəxsi polis qüvvələri öldürüb. Bu barədə yerli media məlumat yayıb. Silahlı şəxs hadisə yerindən qaça bilməyəcəyini gördükdə yoldan keçən qadını girov götürsə də polis qüvvələrinin vaxtında müdaxiləsi nəticəsində zərərsizləşdirilib deyə məlumatda bildirilib. Qadının xəsarət almadığı bildirilib. Silahlı şəxsin isə kimliyi açıqlanmadan onun qaçaqmalçı olduğu qeyd olunub. İran prezidenti Məsud Pezeşkiyan və parlamentin spikeri Mehmet Bagir Galibaf ölkədə milli birliyin tam qorunduğunu və heç bir parçalanmanın olmadığını iddia ediblər. Onların X sosial şəbəkəsində yayılan birgə açıqlamasında qeyd olunub ki, İranda radikallar və ya mülayimlər kimi bölgü yoxdur. Bütün cəmiyyət vahid mövqe nümayiş etdirir. Rəhbərlik xalqın və dövlətin dəmir iradə ilə hərəkət etdiyini və ali liderə tam sədaqət göstərdiyini vurğulayıb. İran rəsmiləri ölkənin qarşılaşdığı təhdidlər fonunda xalqın qələbəyə kökləndiyini və bu istiqamətdə tam həmrəy olduğunu bildiriblər. Yeri gəlmişkən, İran parlamentinin sədri Mehmet Bagir Galibaf İslam İnqilabı Keşikçiləri Korpusunun müdaxiləsindən sonra istefa verib. Bu barədə İsrailin Kanal 12 telekanalı məlumat yayıb. Məlumata görə o, danışıqlar qrupunu tərk edib. Xəbərin yayılmasından qısa müddət sonra bəzi İran saytları Qalibafa yaxın mənbələrə isnadən xəbəri təksib ediblər. Onlar yayılan məlumatı düşmənlərin aldatma əməliyyatı adlandırıblar. Bəzi media qurumları isə Qalibafın istefa xəbərinin onunla Sepah komandirləri arasında ixtilafların nəticəsi olduğunu bildiriblər. Onların iddiasına görə parlament başçısı danışıqlarda səlahiyyətlərinin məhdudluğu və Sepah komandirlərinin ABŞ ilə danışıqlarda razılaşma əldə etməyə mane olmalarından narazıdır. Qeyd edək ki, Mehmet Bagir Galibaf İranın danışıqlar aparan nümayəndə heyətinə rəhbərlik edirdi. Davam edirik. ABŞ və İsrail İranın neft quyularımıza hücum etsələr, Səudiyyə Ərəbistanının neft yataqları hədəf alınacaq. Bunu Məsud Pezeşkiyanın köməkçisi və İranın strateji enerji optimallaşdırılması və idarə etməsi təşkilatının rəhbəri İsmail Səqqab İsfahani deyib. Hədəf bankımız aydındır. Planımız minimumu gözə göz, maksimumu isə gözə baş qısasına əsaslanır deyə o bildirib. Bundan əvvəl isə Sepahın aerokosmik komandanı Seyid Hüseyn Musəvi oxşar xəbərdarlıq etmişdi. Cənub qonşuları düşmənin İrana hücum etmək üçün öz obyektlərindən istifadə etməsinə icazə verərsə, yaxın şərqdə neft hasilatına əlvida deməli olacaqlar. İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqai Birləşmiş Ştatlarla aparılan danışıqlarda nüvə məsələsinin artıq əsas mövzu olmadığını bildirib. İSNA agentliyinin məlumatına görə o qeyd edib ki, əvvəlki danışıqlarda əsas diqqət nüvə proqramına yönəlsə də hazırda prioritet məsələ münaqişənin Tehranın maraqlarına uyğun şəkildə dayandırılmasıdır. Bəqai əlavə edib ki, mümkün razılaşmalarda sanksiyaların ləğvi, kompensasiya və təhlükəsizlik zəmanətləri də əsas şərtlər sırasındadır. Tehran Rusiyaya Hürmüz boğazından keçməyə görə rüsum almaq məsələsində güzəşt edib. Bunu İranın Moskvadakı səfiri Kazım Cəlali deyib. Gələcəkdə nə baş verəcəyini bilmirəm, ancaq Xarici İşlər Nazirliyimiz Rusiya kimi dost ölkələr üçün edilən istisnaları tətbiq etməyə çalışır deyə o bildirib. Cəlali Rusiya ilə yanaşı başqa bir neçə ölkəyə də istisnalar edildiyini bildirsə də həmin ölkələrin adlarını açıqlamayıb. İran Rusiya ilə Buşehir atom elektrik stansiyasında yeni blokların tikintisi ilə bağlı təmasdadır. Bunu İranın Rusiyadakı səfiri Kazım Cəlali deyib. Ümidvarıq ki, Buşehir atom elektrik stansiyasında yeni blokların tikinti prosesi daha sürətlə həyata keçəcək. Rusiya ilə daimi təmasdayıq və Rusiyalı mütəxəssislərin bu atom elektrik stansiyasında öz fəaliyyətlərini icra edə biləcəkləri şəraitin yaranmasına ümid edirik deyə Cəlali bildirib. Mümkün qədər İranı tez tərk etməyə və təhlükəsiz bölgələrə köçməyə çalışın. Bu barədə Çinin Tehrandakı səfirliyinin yaydığı bəyanatda bildirilib.
Bəyanatda həmçinin İranda qalan Çin vətəndaşları dövlət və hərbi obyektlər kimi həssas ərazilərdən uzaq durmağa və fövqəladə hal baş verərsə dərhal yerli hakimiyyət orqanları ilə əlaqə saxlamağa və Çin diplomatik nümayəndəliklərindən kömək istəməyə çağırılıb. Çin oxşar xəbərdarlığı 27 fevralda ABŞ və İsrail İrana qarşı birgə əməliyyatının başlamasından bir gün əvvəl etmişdi. İlk dəfə olaraq 3 ABŞ aviadaşıyıcısı eyni vaxtda Yaxın Şərq regionundakı əməliyyatlara cəlb olunub. Bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı X-da məlumat yayıb. Qeyd olunub ki, gəmilərin göyərtəsində ümumi sayı 200 təyyarə və 15 min hərbçi qulluqçudan ibarət texnika və şəxsi heyət yerləşir. 10 illiklər ərzində ilk dəfə olaraq 3 aviadaşıyıcı eyni vaxtda Yaxın Şərqdə fəaliyyət göstərir. USS Abraham Lincoln, USS Gerald R. Ford və USS George Bush aviadaşıyıcılarına 200-dən çox təyyarə və 15 min dənizçi və dəniz piyadası daxildir deyə məlumatda bildirilir. ABŞ prezidenti Donald Trump İsrail və Livan arasında mövcud atəşkəs rejiminin 3 həftə müddətinə uzadılacağını bildirib. O bu barədə Truss sosial hesabında yazaraq qeyd edib ki, qərar Vaşinqtonda İsrail və Livan səfirləri arasında keçirilən növbəti məsləhətləşmələrin nəticəsində qəbul olunub. Trump həmçinin yaxın vaxtlarda Ağ Evdə İsrailin baş naziri Benyamin Netanyahu və Livan prezidenti Joseph Aoun'u qəbul etməyi planlaşdırdığını açıqlayıb. ABŞ lideri jurnalistlərə açıqlamasında bildirib ki, İsrail və Livan arasında artıq 2026-cı ildə sülh razılaşmasının əldə olunması üçün real imkanlar mövcuddur. Düşünürəm ki, bunun üçün çox yaxşı şans var deyə Trump vurğulayıb. Buraxılışımız davam edir. 23 aprel tarixində Ermənistanın paytaxtı İrəvan şəhərində məşəl yürüyüşü zamanı Türkiyə bayrağının yandırılmasını qətiyyətlə pisləyir. Ermənistan hökumətini bu hərəkətləri törətmiş şəxsləri məsuliyyətə cəlb etməyə çağırırıq. Bu fikirlər Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatında deyilir. Ermənistan hökuməti etnik zəmində kök salmış nifrətin təcəssümü olan bu kimi kampaniyanın qarşısını vaxtında almalı və müvafiq təhlükəsizlik tədbirləri görməli idi. Bu kimi qəbul edilməz aktlara demokratik normalar, sərbəst toplaşmaq və fikir azadlıqları əsas gətirilərək göz yumulması tamamilə qəbul edilməzdir. Ermənistanda hələ də güclü şəkildə revanşist və etnik nifrətə əsaslanan faşist düşüncənin açıq təzahürü olan bu kimi aktlar beynəlxalq səviyyədə pislənməli və qarşısı alınmalıdır. Rusiya artıq illər sonra yox, yaxın aylarda NATO ölkələrindən birinə hücum edə bilər. Bunu Polşanın baş naziri Donald Tusk Financial Times-a müsahibəsində deyib. Bu həqiqətən çox ciddidir. Mən qısa müddətli perspektivdən danışıram. Daha çox aylar, nəinki illər deyə o bildirib. Tusk həmçinin NATO və Birləşmiş Ştatların hücum halında Avropanı qoruma öhdəliklərini real şəkildə yerinə yetirməyə nə dərəcədə hazır olduqlarına şübhə etdiyini vurğulayıb. Mən inanmaq istəyirəm ki, 5-ci maddə hələ də qüvvədədir, amma əlbəttə ki, bəzən suallar yaranır. Onun sözlərinə görə Avropaya yalnız kağız üzərində zəmanətlər deyil, həm də real hərbi qüvvə, logistika və sərt cavab verməyə hazır olmaq lazımdır.